Salam Arif, necəsən? Salam Hüseyn ağa, sağ ol, sən necəsən? Sağ ol. Əziz Kinoman izləyicilərimizi də buradan salamlayırıq. Hər kəsə salam olsun. Bugün xüsusi bir buraxılışdır. Yəqin ki, bu stolun üstündə olanlardan da görürsünüz. 8-ci buraxılışımızdır, xüsusi buraxılışımızdır. Sırf, Special. bəli, özəl buraxılışdır. Yeni ilə həsr olunub, yeni ilə bağlı filmləri həsr olunub. Çalışacağıq biraz nostalji hisslərə qapılaq, həm biz, həm siz əziz izləyicilərimiz və sözü çox uzatmadan başlayaq gözəl buraxılışımıza. Bəli. Ola bilsin ki, bəzi filmlər yadımızdan çıxsın, məşhur filmlərdən falan ola bilər. Yəni söhbət əsnasında. Onu da siz yazarsınız, siz rəy də bölməsində. öz playlistinizi necə deyərlər yazarsınız, top listinizi yazarsınız yeni ildə baxılası filmlərə. Biz də baxarıq, bəlkə bilmədiyimiz, baxmadığımız bir filmdir. Biz də bəhrələnərik. Mütləq. Əsas da ki, qabaqcadan deyim, həm YouTube kanalımızda, həm də TikTok kanalımızda abunə olmağı unutmayın. YouTube kanalında Hüseyn ağa Aslanovda Sözümün Canı, TikTokda isə Kinoman Arif. Başlayaq. Buyur, başlayaq. Birinci sən başla gəl. Birinci mən başlayayım. İstəyirəm birinci yerli kinolara necə deyək, start verək, yerli kinolarla başlayaq. Bizdən başlayaq, davam eləyək. Həm də tam kino da demək olmaz. İstəyirəm televiziya tamaşalarından başlayaq. Yəqin ki, hamının əzbərindədir, belə deyək. Evləri köndələn yar televiziya tamaşasından başlasaq, məncə yerinə düşər. Elədir. Necədir sənin üçün bu film? Mənim üçün çox gözəldir. Yəni bizim televiziya tamaşalarının içində, komediya janrında olan televiziya tamaşalarının içində bəlkə də nömrə 1-dir. Çünki indi özün bilsən də televiziya tamaşaları ölmüş janrdır. Sonuncu dəfə cəhd göstərdilər mənim bildiyim qədərilə, evləri göydələn yarla. Ondan sonra olub, olmayıb, nəsə bircə. Ondan sonra var televiziya tamaşaları, amma əvvəlki effektində, əvvəlki gücündə mi deyim, deyil. Deyəsən mürafiə vəkilləri olmuşdu. O da var, ondan sonra da var çəkilib. Hətta yeni bir, düzdür, komediya deyil, o Fatihlər Divanının ardı çəkilib artıq. O da yəqin ki, yeni ildən bəlkə də efirdə olacaq. Doğrudan. Baxaq görək, fərqli yanaşmada olacaq inşallah. İnşallah. Amma bu evləri köndələn yar özü, yəni belə deyək, ikinci hissəsini bir unutsaq, bir qırağa qoysaq. Birinci hissə şahəsərdir. Ümumiyyətlə bir şey deyim, indi evləri köndələn yerdən biz başlayacağıq daha geniş danışmağa. Yeni il filmlərinin xüsusi bir gücü mü deyim, enerjisi mi deyim ki, var ki, məsələn, indi adlarını tam çəkmək istəmirəm, digər filmlərin ətraflı danışacağıq. Başda evləri köndələn yer olmaqla, digər televiziya tamaşaları, digər Amerika filmləri, Sovet filmləri fərq etməz. Yayda baxanda, yazda baxanda o effekti vermir. Məhz dekabrın sonlarında ona baxanda tamam bir ayrı atmosfer yaşır. Digər janrda, digər səpkidə, digər atmosferdə olan filmlərdə bu yoxdur. Yəni, sən bir fantastika yayda da baxa bilərsən, qışda da baxa bilərsən. Bəyəndinsə bəyəndin onsuz da, bəyənmədinsə onsuz da baxmayacaqsan. Amma yeni il tamam fərqlidir. Onu fərqli eləyən nədir səncə? Hələ yeni il özüdürmü? Yəni, məncə insanların möcüzəyə inanmaq istəyidir. Çünki möcüzə, yəni, il ərzində, hər sezon özünün tələbatı var da. Yayda durub, indi möcüzə diləməyəcəksən ki, orada. Yayda gelirsən istirahətə, dənizə, dağa baxa, kəndə zada, keyf edirsən özün üçün. Yəni, insanlar ola bilər ki, qışın soyuğunda daha çox möcüzəyə ehtiyac tələb duyur. Yəni, bir növ təbiətin sərt, soyuq havasından sığınmaq istəyir, isti bir şeylər istəyir. Və səncə necədir? Mən bir sənə necə, Arif, məsəl üçün, mən yeni il filmlərini həmişə film playlistimdə, həmişə yaxşı mənada kənarda saxlamışam ayrıca. Yəni, hər bir adi filmlərindən onu qatmıram da, o popcorn filmləri ilə. Ki, 365 günə vaxt sizdən baxa bilərsən. Məsələn, avqust ayında evdə təkə baxmaq necə effekti? Məncə o effekti vermir. Oturub baxırsan, adi kino kimi. Amma sırf dekabrın sonu, yanvarın əvvəli baxanda neçə yaşında olursan ol, sadəcə insana ləzzət verir. Yox, bildim, sənə nə təsir edir o dekabrda baxanda? Atmosferi. Nə atmosferi, nə verir də sənə? Qarın yağmağı, mövzusu, yolka. Yəni, onlar sənin yanında olanda sənə ayrı bir ləzzət eləyir. Həmin Nəinki ayda. avqustda, Hava da soyuq istidə olur. oturub, ay Allah, nə vaxt qış olacaq, Burada tər tökürsən, orada cəmal qarda kef eləyir. Acıq verilir bir sənə.
eyni şeydə tərsinə ola bilər də. Qışda oturub yay kinosuna, mövsüm Qışda kinosuna oturub yakın baxırsan. baxanda adama o qədər belə bir təsir gəlmir. Niyə misal üçün bağ mövsümü filminə baxırsan, oturursan deyirsən, ay can, bircə yay olaydı gedərdin bağda dincəlirdim hardasa, olmur. O effekti vermir məncə. Məncə yeni il tamam başqadır. Və yeni il filmlər də tamam başqadır. Ola bilər. Amma ildən fikir verirsən, bilmirəm ya, yox. Yeni il uje o əvvəlki atmosferində deyil. Hətta əvvəlki filmlər belə elə bil insana elə bir o atmosferi aparmaqda çətinlik çəkir. Bəlkə də yilli buje. Məncə insanın yaşadığı dövr, mühit onu o ləzzəti almağa biraz sıxır, çətinləşdirir. Yəni necə oldu 90-ların ortasında, axırında, 2000 əvvəlində, 2010-cu illərində hamısına ləzzət aldı. İndi 2025-ə gəlib çatıb əgər almamışıqsa, bu sadəcə insanların cəmiyyətin düşdüyü situasiyadan asılıdır. Yəni şimdi mənə bu dəqiqə evdə tək lazımdır. Bu dəqiqə mənə evləri göndərən yar lazımdır. Məsələn, bu tipdə düşünən insanlar da var. Hərənin öz dərdi var, tipli yanaşsaq. Amma kinodur və yeni il kinoları, televiziya tamaşaları mənə elə gəlir ki, illər keçsə belə unudulmayacaq. Və davam eləyək evləri göndərən yardan. Buyur. Bildiyim kimi Anarın ssenarisi əsasında ssenarisində yazılsa da çox dəyişikliklər olunub onlar. Həm rejissor tərəfindən, həm aktyorlar tərəfindən. Aktyorlar da sanki Çempionlar Liqasıdır da. Sən ən sevimli sözün. Siyavuş Aslan, Yaşar Nuri, Teğman Adıgözəlov, İlham Namiq Kəmal, Firəngiz Mütəllibova, Fəxrəddin Manafov, Səməndər Rzayev. Teğman Adıgözəlov. Hə, onu dedim. Səməndər Rzayev, sonra kim qaldı? Yadımızdan çıxar birdən. Hamlet Qurbanov. Bu İspisok deyil ki. Əliağa Ağayev. Sadəcə hər nüansında, hər ifadəsi bir frazaya çevrilir. Adama da o ləzzət eləyir ki, illər keçir, hər də o sözlərdən istifadə edirsən. Caniklər, ardınca. Paşa, görməni ilə təbrik edirlər. Düttülü. Nələr var. Bu zonada göy qutabı. Nəsin toyunda. Surxayzadə. Sonra nələr var idi orada? Məhzı. Bir bülbülündür. Hər gülü bir bülbülündür. Rasimlə Rasimə. Bütün toy boyu adlarını dəyişə-dəyişə. Rafiqlə Rafiqə, Rasimlə Rasimə, mənnəm də kim. Amma musiqilərini xüsusi qeyd eləmək istəyirəm. Adicə belə məzəli nəzərə alsaq, elə şab elə bilir şubdadır. Şub elə bilir şabdadır. Nə şabdadır, nə şubda, yaman taraf durubda. Sonra çəkil kədər, yerini bil, səadət gəlir. Deyirsən, Flora Kərimova oxuyub səhvlərimizə. Müəllif kimi yadımdan, bəstəkar kimi yadımdan çıxdı. Səhvlərimizə Emin Sabit oldu. Ola bilər, oxşayır biraz, üslub oxşayır. Şeydə qonşu olsun da idi, deyəsən Firəngiz xanım. Firəngiz Qasımova ilə Fikrət Qocanın sözləri. O möhtəşəmdir. O da möhtəşəmdir. Fikrət, həm də orada qonşu olsa tamaşasında da sırf yəni yeni ilə həsr olunduğu orada deyəsən belə bir xüsusi qeyd olmuyor. Amma o tamaşada yeni ildə baxanda həmişə 30 dekabr, 31 dekabr, 1 yanvar bundan sonra ardıcıl verirlər. Və orada əsas orada xüsusi mənim xoşuma gələn mahnıdır. Deyəsən Cavan Zeynallı oxuyur mahnıda elə. Amma orada əsas sözlərdə bir məqam var, deyir, sudur, gələr gedər də, torpaq dözər bu dərdə. Məhəbbətsiz yerlərdə viran bağlar qalıbdı. Çox gözəl sözlərdir və musiqisi də başqa bir aləmdir. İfaçı da ki, çox belə ləzzətlə oxuyub onu. Orada Yaşar Nuri neçədən rolda oynayır orada? Səhvəmsə ya 9-dur ya 11-dir. Öyle. Təxmin bütün rolları oynayıb. Hacı İsmailov özü. Hacı İsmailovun rolu ümumiyyətlə əla tamaşadır. Eldəniz Rəsulov. Eldəniz Zeynalov. Bir də Eldəniz Zeynalov. Gidi yanında qoy gülüm də. Özlərin Rəsul ver. İkimiz də orada dondu qaldı. Baxma. Denir, baxma ya. Gəl, danış. Danış nə var? Eldəniz Zeynalov. Orada gözü. Baxma mənə. Yaş. Elde. Kulağız. Belədin adı hər şey. Kulağız. Eldən Zeynalov məsələ üçün. Rəhmətli yadır. Maraqlı tema vardı.
Məsələn, Eldəniz Zeynalov orada Belədir. Yaşar Nuri ilə səhnəsi var, ilanlar məsələsi. Ha, onların ailəsi ümumiyyətlə orada. Səidə Quliyeva. Səidə Quliyeva. Onun orada şey deyir, elə birisi deyir, mənim deyir, bu deyir, yo, deyir, müştərinindir. Bacıcan, ciddən dedi. Ha, deyir, bunu deyir, qeytərizəm, deyir, qurtumu öldürürəm. Çox qəşəng tamaşalardır. Bir də neydi, bizdə yeni ilin simvolu olan tamaşalardan yaşıl eynəkli adam. Birinci hissə əsas. Hə, birinci hissə superdir. Baxmayaraq ki, 3 hissədir, amma mənim şəxsi fikrimdir, birinci hissəyə heç biri çata bilməz. Elə. Mənim şəxsi fikrim. Məncə də. Orada da daha yenə də Çempionlar Liqasıdır. Afaq Bəşir qızı, Cahangir Zeynalov, sonra Hacı İsmayılov, Hacı Yaşar İsmayılov, Nuri, Məbud Məhərrəmov. Səvuş Aslan. Hətta orada şey var idi. Ramiz Həsənoğlu rejissor, özü də sonda Cameo olaraq gəlir, yəni yaşıl eynəkli adam bu özüdür. O tamaşanın mövzusu mənim xoşuma gəlir. Həm yeni illə bağlı var, orada məzəli söhbətlər var. Əsasən də KPZ-də olan söhbətlərdir. Sonra tabutik məsələsi var. Afaq Bəşir qızı, Toshiba, Ələkbər əmi, hə. Bir də ki, nə xoşuma gəlir orada? Mövzusu. Bunlar hələ 87 ya 88-ci ilin belə istehsalı olan tamaşadır. Qohumların bir-birinə yad olmağını göstərir. İndi üstündən 35-40 ilə yaxın keçib, amma yəni daha da dərinləşib bu uzaqlaşmaq məsələsi. Ona görə insan orada mövzuda da özünə doğmalıq görür. Hə, mənə tanımadın, xala qızı falan o yan bu yan. Sonra deyir ki, mənə deyirsən əllər yuxarı, Seyid Peyğəmbər övladın əllər yuxarı. Özü oturub fala baxır orada. Baxır, deyir Seyid Peyğəmbər övladı. Əslində orada hər personajı çox gözəl açıblar. Hərəsinin özünün belə satiradır, yəni. Hə, hərəsinin özünün hədiyyə gələnə qədər olan səhnələri. O şey deyir, Ceyran deyir, sal ayaq aşağı deyir. Bunların deyir şey hanı, səhəngi hanı deyir, duzu istiyotu hanı. Hanı sarı kökü. Hanı sarı kökü. Şey o birisi neydi o? Oturub evdə video kasetə baxır. Yaşar. Arvadsız Nizasto. Hə, belə. Deyir, senatorun qızı deyir, o yana gedir, deyir, bu yana gedir. Qiyamət tamaşalardır. İndiyənə kimi statları istifadə olunur, amma da getdikcə daha da az. Çünki yeni nəsil ancaq Netflixin yeni il şeylərinə baxır. Yəni mən baxdım bir dəfə, baxmağa cəhd elədim bir dəfə yeni illə əlaqəli Netflix filminə. Oy Allah. Baxmaz olaydın ha. Ən sevdiyim aktrisalardan biri, gənc aktrisalardan biri Emily Roberts oynayırdı orada. Julia Roberts'ın qohumudur. Xalası qız oldu. Bəlkə də, yəni nə bilmirəm, bəlkə də bacısı qızıdır, yəni hər şey ola bilər. Bəlkə də Eric Roberts'ın qızıdır, bilmirəm. Vəbşim, bu Julia Roberts'ın qohumudur. Dedim ki, xoşum gəlir o qızdan belə qəşəng qara qaşlı, sarı saçlı qızdır. Dedim baxım kinosuna sonra biabırçılıqdır. Başdan ayağa biabırçılıqdır. Yəni ondansa 1000 dəfə baxdığım elə o köhnə yeni il kinolarına elə oturub baxaram, ondan qat-qat yaxşı. Onsuz da yeni il filmlərin o xüsusi fərqli də ondadır ki, ildə bir dəfə də olsa təkrar olsun, 100 dəfə olsun, 200 dəfə olsun, baxırsan, o enerjini alırsan və salam. Sən burada neysə bir kəşf eləmirsən. İnsan sadəcə rahatlaşmaq üçün, yeni enerji yığmaq üçün, belə yumor hissini belə o dozasını qaldırmaq üçün baxırsan ona. Yoxsa ki, baxın burada o neysə axtarım, məntiqi ardıcıllığı, buradan bu belədir. Bu. Niyə? Bilsən necə? İnsan sadəcə dincəlmək üçün baxır o filmlərə. Yeni il filmlər onun üçündür. Amma bilsən, bayram əhvalı. Adam istəyir arada bir o kino daxilına bir təzə bir şey də gəlsin də. Yəni nə qədər olar, misal üçün hər il 70 neçənci ildə çəkilmiş İroni Sudbu, hələ də İroni Sudbu. Yəni oturursan evdə, misal üçün evdə anan ya yoldaşın salat düzəldir, istaris salat məmində elə düzəldənlər var ya yoxdur, hazır alırlar ya yox. Neysə də evdə xırdamırda o yeni ilə hazırlıq işləri gedir. Ekranda yenə də həmən Lukashindir. Gəlir Nadyanın yanına, Leningradla Moskvanı səhv salır. Ya çörürsən bu yana Slujebni romandır. Bir dənə o yana çörürsən bayaq dediyimiz tamaşalardır. Ötən ilin son gecəsi. Babaya özün deyim ki, baxmaq istədim, gördüm o deyil. Düzdür. Ona görə də ən yaxşısı elə onlardır. Taleyin ironiyası və həmişə təmizliyi. Yox, mən demirəm pisdir. Mən deyirəm ki, yəni yoxdur. O daxil qalıb elə. Çünki güclü bir şey çəkilsəydi, qalacaqdı onsuz da xatirə. Yəni kino tarixində bu yeni il filmləri siyahısında qalacaqdı. Adicə ruslarda da var idi, son dövrdə Yol ki falan çəkilirdi, 6 seriya, 7 seriya. İldə bir çəkildi, daha baxılmır. İldə bir çəkildi, baxılmır. Bir hər il telesini çəkib atırlar qırağa. Hətta o taleyin ironiyası ikinci hissədə çəkilmişdi. Prodolжение. Timur Bekmambetov.
o belə, yəni o səviyyədə olmadı. O çəkidə olmadı. Səbəbi nədir? Ki, Rizanovun özündən xeyir-dua almışlar. Hətta özü də çəkilmişdi samolyot səhnəsində. Kamera. Həmişə kimi samolyotdadır. Səncə niyə? Yəni o niyə tuta bilmədi? Birincisi götürdülər orada şey elədilər. Lukashin birincidə, belə deyək, birincinin ikincisində, sonda. Biz nə görürük? Lukashinla Nadya idi, Qayla idi, hansı biri idi? Sarı saç. Nadya idi. Nadya ilə Lukashin bir yerdədirlər. Düzdür, göstərmirlər ki, evləniblər. Amma bir yerdədirlər. İkincidə göstərirlər ki, İppolitlə evlidir. İppolitlə evlidir. Yəni İppolit də nə bilim, ya biz onu samballı birisi kimi gördük kinoda. Yəni birdən-birə beləsinə bir düşük qərar, yəni ki, evlənsin təzədən həmin o şeylə, bunu atıb getmiş qadınla, yəni Məsələ nədir? məsələn ola bilər, ucuzlaşdırıblar. ola bilər bu gəlib yanına, ondan sonra göstərmirlər də. Ola bilər sadəcə görüşüblər, sonra ayrılıblar. Və yaxud da müəyyən vaxt bir də sonra tezdən ayrılıblar. Açıqlamanı da cəməlli Onu vermirlər. tamaşaçıların ixtiyarına veriblər də. Deyir, soruşur Nadyadan ki, bəs nə oldu, niyə oldu? Deyir, da tak, belə ötüşdürür ki, yəni da tak, nə da tak? Nə oldu orada? Məsələn, bu talehin ironiyasında bilirsən də kastinqdə əvvəlcə başqaları seçilmişdi. İstəyirlər başqaları çəkilsin. Hətta Mənim yadımdadır ki, şeyin yerinə McCovun yerinə. McCovun yerinə Mironovu istəyirdilər. Amma qətiyyən yaraşmazdı. Və deyərdim ki, nə yaxşı ki, elə belə oldu. Çünki bəzən, məsələn, rejissorların ya da casting direktorlarında qərarlar hərdən belə sərt qarşılanır da. Burada sərt söhbəti var. Sərt qarşılanır, amma nəticədə biz ekranda baxanda filmə görürük ki, doğrudan da necə düzgün qərar veriblər. Elədir. Yəni doğrudan da baxırsan, misal üçün o adamlardan başqa bir aktyoru orada sən təsəvvür eləyə bilməzsən. Çoxsu qınamışdılar onu ki, sən Nadya roluna niyə Polşa aktyorunu aktrisasını seçmisən? Hətta o Galya roluna çəkilən aktrisa Nadya roluna təsdiqlənmişdi. Axırıncı momentdə dəyişdiyi elədi onları. Qız inci qalmışdı ondan illərlə. Şeyi də niyə seçdi? Bəziləri deyir ki, o vaxtki güya nə bilim seks simvolu sayılırdı bu Galyanı oynayan aktrisa, familiyası yadımdan çıxdı. Brılska. Barbara Brılska o vaxtı belə cazibədar xanım idi deyə onu xod kimi işlətdi. Amma yəni tutdu da. Baxmayaraq ki, onu dublyaj eləyiblər. Dublyaj eləyənin özü aktrisa da hələ orada çəkilib. Qonşu dostları, Padrugası, o belə açkili. O belə papağı da. Hə, Akirjakvada da papaq var idi. Hündürboy olan padrugası, açkili. Həmin aktrisa Talızina deyəsən, familiyası Talızina idi. Mahnıları da oxuyub Alla Pugaçova. Düzdür. Yəni təsəvvür elə 2 nəfər bunu səsləndirir. Bu özü prosta orada belə də dolaşır da öz üçün də. Vəssalam. Şirvinti xüsusi qeyd etmək lazımdır. Az oynayıb, amma saz oynayıb. Biləyev, Brandukov, Yakovlev özü. Yakovlev mütləq. Hətta orada desən şey var. Qar yağanda müəyyən səhnələr xəşə olub. Qar yağmayanda kağızdan istifadə ediblər ki, orada. Kağız ya penoplast, neysə uçurdurdular havada qar effekti. İstəyiblər qarlı havada çəksinlər. Qar da yağmayıb mənə. Hətta bir şey var, indi bilmirəm o dəqiq təsdiqini tapmış bir şeydir yoxsa yox. Qar yağanda İppolitin şəkli düşür qaraya. Açanın Basilaşvilin desən şəkli olur. Basilaşvilin seçmişlər onda. O niyə çəkilmədi? Səhv eləmirəmsə atası xəstələnmişdi, rəhmətə getmişdi, gəlmədi. Yəni bunların çoxusu Eldar Rizanovun ən sevimli aktyorlarıdır, çoxusu. Öz truppası da. Öz truppası kimi. Mən hətta bu yaxınlarda bir maraqlı fakt eşitdim. Leonid Gayda ilə Eldar Rizanov o vaxt düşmən olublarmış. O da niyə? Rizanov kinoların təsdiqdən keçməyi üçün komissiyada otururdu. Həmən ərəfədə Qaydayın Brilliant Əl filmi çıxmışdı. Brilliant Ələ ən böyük negativ rəyi Eldar Rizanov bildirdi. Dedi ki, bu kinodur, bu zibildir, bunu çıxartmaq olmaz, bu biabırçılıq bir şeydir, filan. Şöyle də ona qulaq asmadılar, buraxdılar. Amma Qayda bildi ki, kim buna qarşıdır da. Həmən filmdən də qabaq Andrey Mironov şeydə çəkilmişdi, Rizanovun filmində. Səhv eləmirəmsə Bilgis avtomobilə. Səhv eləmirəmsə. Rizanov onu özünə elə bildə tutmuşdu ki, yəni bu mənim aktyorumdur. Gəl çıxqan bu da intervyuda qeyd edir. Yəni ki, Qaydayın filmi mənə ləzzət elədi, mən o ilə yenə də çəkilmək istəyirəm filan mənnəmlə. Bu onu sildi, dedi ki, bilsən o yeri get.
Amma Bəlkə də ona görə taleyin ironiyasında. yo. seçim O qoyuram. sübut olundu ki, illər sonra bunlar barışdılar. Çünki Neveriyatne приключения итальянцев в России. Россия. İtalyanların Rusiyada macəraları filmində baş rolda idi. Yəni inci olsaydılar çəkməzdi. Amma çox istifadə eləməyib də, yəni filmlərində. Məsəl üçün şeyin ən lübüm aktyorlarından nömrə 1 idi Mark Zakharovun. 12 stul, şey, Обыкновенное чудо, sadə möcüzə, adi möcüzə. O bax əsl yeni il filmidir. Çox gözəl filmdir. Yəni mütləq baxılası filmdir. Aurası gözəldir. Böyüklər üçün skaskadır o. Mən onun kitabını alıb oxumuşam. Çox gözəl. Böyüklər üçün skaskadır doğrudan da. Onu səhnələşdirmək də olar. Hətta bir şey deyim, taleyin ironiyası ilə bağlı, sonra sən bu filmlə bağlı fikrimizi yekunlaşdırarıq. Xüsusi qeyd etmək lazımdır musiqilərini. Musiqiləri bu kinoya xüsusi rəng qatıb. Yəni mənə görə musiqiləri olmasaydı, filmin bəlkə də bir 40-50% itmiş olardı deyə düşünürəm. Mikhail Tarverdiyev. Özü hər musiqisində istəyir sözlü olsun, istəyir sözsüz olsun, əsl nağıl odur. Və o musiqiləri də məhz dekabrın sonu, yanvarın əvvəli qulaq asanda o atmosferi verir. Bu da bəstəkarın böyüklüyüdür. Noyabrdan başlasan qulaq asmağa. Atmosferi yavaş. Bəs nə? Rizanov ümumiyyətlə fikir versin filmlərinə. Rizanov Sovet vaxtının bu sərhədlərini genişləndirən insan olub. Yəni necə? Məsəl üçün senzura var idi, bir çox şey qoymurdular. Bəzi yazıçılar, şairlər, rəssamlar, musiqiçilər qadağan altında idi. Hətta bu film bir il efirə də getməyib. Niyə? Belə bir şey var idi deyəsən. Səhv eləmirəmsə Qarbaçovun dövründə idi. Bu yeni qurulan cəmiyyətlə falan bağlı da, yəni bu yenidən qurma ilə falan bağlı perestroika. Dönəmlər var idi. Bir il ərzində efirə getməyib bu film. Onu bilmirdim. Mən nə demək istəyirəm? Yəni Rizanovun filmlərində, məsəl üçün fikir versin. Sovet vaxtı qadağan olunmuş bəzi şairələrin mətnlərinə romanslar var. Fikir versin, məsəl üçün Slujebniy romanda Amadeo Modigliani'nin sənət əsəri var. Basilaşvilinin orada evində, Samaxvalovun evində. Ümumiyyətlə Samaxvalovun özünün necə qərb meylli adam olduğunu göstərir. Yəni o dəmir pərdəni qırmaq cəhdləri, qadağan olunmuş bir çox sənət əsərlərinin filan yayılmağına meylli idi. Yəni onları elə belə deyək də ruslar qramatla eləyirdi ki, nə şiş yanırdı, nə kabab. Elələri var idi ki, adi elementar komediyaya qadağa qoyulurdu ki, o film çıxmayacaq. Yəni bayaq danışdığımız o Mironovun oynadığı İtalyanca Rusiya məsələsi də o da İtaliyada çəkilib xarici. Onu Dino De Laurentiislə bağlamışlar, kontrakt bağlamışlar. O vaxt o ilə də əlaqəli maraqlı bir şey deyim. Yadındadır Patsolniki filmi. Sofia Loren, Marcello Mastroianni, Carlo Ponti'nin sponsorluğu ilə çəkilmiş filmlər. Henry Mancini də bəstələmişdi. Deməli, film özü çox gözəldir. Məğzi də çox gözəldir. Yəni 2-ci Dünya müharibəsinə könüllü belə deyək, getmiş Marcello Mastroianni'nin personajını yolunu gözləyən Sofia Loren'in personajı illərlə onu gözləyir. Hamı qayıdır cəbhədən, bu qayıtmır. Fikirləşir ki, yəqin ölüb. Ölüm xəbəri də yoxdur. Deyir, yəqin əsir düşüb. Gedir Rusiyanın özünə gedir, axtarır, eləyir, Sibirə gedir, eləyir. Gedir, axır tapır, görür ki, evlidir, ayrı bir qadınla. Nə qədər vaxt keçəndən sonra geri qayıdır, gəlir oyuna söhbət edir, yox, deyir, ən yaxşısı gedir. Vağzal səhnəsi prosta qırğın. Yəni, o Mancini'nin musiqisi, yəni, mən bunun hamısını niyə danışam? Bunun səbəbi var da. Sofia Loren Rusiyaya gələndə ümumiyyətlə onu elə qarşılamışlar ki, vacib belə məmurların dincəldiyi sanatoriyada zadda qalırdı. Bana demişlər ki, çəkilişlər Sibirdə gedəcək, özündən şuba apar. 5 dənə şuba aparıb, İtaliya qayrında 6 dənə şuba ilə gəlib, hədiyyə veriblər zat. Bunu qoymurdular dincəlməyə. Deyir, çəkilişdən gəlirəm, dincəlim, qapını da elə. Onlar imza, onlar şəkil çəkdirir zat. Kinoda da bir dənə səhnə var. Ukraynada İtalyan əsirlərinin qəbirstanlığı. SSR-nin səfiri İtaliyada. Şerif ki, o səhnəni çıxardın. Deyir, buna məktub yazıblar, rəsmi məktub ki, biz deyir, əminliklə deyirik ki, Ukraynada İtalyan əsirlərinin məzarlığı yoxdur, qəbirstanlıq yoxdur. Amma deyir, filmi kəsənmərik. Filmin dramatik nöqtəsinə təsir eləyən bir nüansdır da o səhnə. Deyirlər, yox, çıxardın. Dirəşirlər, çıxarda bilmərik.
Axır ilə nə edirsiniz eləyin? Biz o səhnəni çıxartmırıq. Deyirlər yaxşı. Premyera olur, şərikinə çəkilir baxı SSR-lə. Elə vədlərlə ki, yəni SSR-in kino işçiləri İtaliyada da nələrsə eləyə bilərlər, əməkdaşlıq filan, texnikan ora-bura aparılması filan. İtaliyada SSR-in səfiri gəlmir. Heç kim gəlmir səfirlikdən kinonun premyerasına. Kinonu da göstərmirlər SSR-də. 1 il, 2 il sonra çıxardılar kino rejissorların nümayişinə. Baxın, görün kino necədir. Baxırlar deyirlər, bu kino qadağan olunmalıdır, məğzi yoxdur, boş kinodur, məndən elədir, belədir. Dino De Laurentiis deyir ki, mən üstünə qutardım. Şo. İnciyirlər, bir ara şərik söhbəti qutarır. Ta ki, Eldar Rizanov ona müraciət edib çəkməyincə, İtalyanca Rusiya. Və o İtalyanca Rusiyadakı şiir bizdəki Bakıdakı Bərbərovlar ailəsində yaşayan şiirlərdən biridir. Düzdür. Premyera gəlinə bir dənə şey deyim, premyera ilə bağlı. Bu Talehin İroniyası filmində 1976-cı ilin 1 yanvarında telepremyera oldu və onun üstündən düz 2026-cı ildə 50 il keçəcək. Ay maşallah, 50 il. Bir də istəyirəm Amerikan filmlərindən danışaq. Yeni illə bağlı. Məsələn, yeni il deyəndə Amerikan filmlərinə ilk yada nə düşür? McAllisterlər ailəsi. Evdə tək. Evdə tək. Böyüdükcə adam fikirləşir ki, bunun atası harda işləyir ki, bu qədər adamı Parisə aparacaq qədər pulu var, o boyda evi dolandıracaq qədər imkanı var. Hamısı bir evdə qalırlar çıxana yaxın. Hə. Ya bütün nəslindən nəzarətini yığıb, hamısı da uşaqlar. Yığıb ora bir dənə Xələfşik qardaşı. Dəhşətdir. O dayda yaxşı. Hə. O yəni çox maraqlı bir filmdir. Komediya olmağı bir qırağa. Yəni baxırsan ki, misal üçün indiki uşaqlarla müqayisədə görürük ki, Kevin tək başına evdə. Əvvəl qorxsa da, misal üçün podvala düşür, sobadan qorxur. Yəni nə bilim, veçni lasyon vurur üzünə, yandırır, tökür. Baxırıq ki, yavaş-yavaş bazarlığı öyrənir, yavaş-yavaş pal-paltarı yuyur, qabları yuyur, oturur özünə qulluq eləyir, hər şeyi səhmanda saxlayır. Yəni kinoda orada görmək olar ki, o ruslar deyir, doy posli. Atası, anası gedən kimi ev uçulur, dağılır, elə marojna kasa ilə, kinolara baxır, nəyə gəldi. Sonra nə bilim, yeyir, içir, keyf eləyir, qardaşının otağını dağıdır. Axırda sonra necə olur? Başlayır uborka eləyir, təmizləyir, səliqə, səhman, yeməyi, içməyi, hər şeyi özü qurur, quraşdırır. Bu uşaq tamamilə dəyişir. İkinci hissədə maraqlıdır. Düşdüyü situasiya onu dəyişdirir də. Yəni o evdə qalanda oraya öyrəşir ki, məsələn, anam atam yoxdur da, bunu özüm eləyim. Sonra nədir onun adı? O kuloklarla çıxandan sonra da marketdən dalca düşürlər, orada şey var. Qapı döyülür, qorxur, gizlənir. Yəni o yavaş-yavaş qorxularına qalib gəlir. Qəşəng qırmızı yorğanı da var örtü üstündə. Hə, sünnətdən çıxıb elə. Həmən. Per və aprel şeyi döyür, buraxılışı döyür. Yəni bu film John Hughes çəkib, nə deyəsən, hə? Chris Columbus çəkib. Production. Film məndən filan kes. Kimin filmi idi? Chris Columbus Production 4 da. Chris Columbus rejissor idi. Film John Hughes'un idi, səhvini öyrənmirsə. Hətta o vaxt o rola istəyirdilər çəksinlər. Daniel Radcliffe. Kevinin yerinə. Atası, anası prodüserlərdən biri idi Radcliffe-lərdə. Danışdılar uşaq dərs oxuyur, onu eləyənməli, qatanməli. Sonra illər sonra Harry Potter'ı salırlar ki, get çəkil, sən də qabağa düş. Yəni, bilsən necə, bunlar hamısı bir yerdə. John Hughes'un qəşəng uşaq filmləri, uşaq komediyaları var. Misal üçün Körpə gəzintidə. Yeganə komediyadır ki, indiyənə kimi məni güldürə bilir. Elə komediya var ki, qoşuram fonda belə yüngülü var. Bu məni indiyənə kimi güldürə bilən yeganə komediyadır. Həm də sənə deyim ki, məsələn, Evdə Tək filmində o qoca kişi var, ha? Hə. O sonra Kevin atır kilsədə söhbət edib. Mən də uşaq vaxt ona baxanda qorxurdum əməli başda. Çünki kişinin oradan qorxunc belə zəhmi vardı, görkəm var. Sonra adam başa düşür ki, bu da oradan sadəcə ailəsi tərəfindən tərk edilmiş bir yaşlı kişidir.
Oğlu səhvimizi atıb gedirdi. Ondan sonra Yox, onlar küsürlər. küsürlər. Onlar küsürlər, Amma bir-birinə ayrılırlar, danışmırlar. O da deyir ki, niyə bəs sən gəlmirsən? Amma bayramda qayıdır, hamısı gəlir Və yanına. o da qəşəng süjet xəttidir. O da qəşəng süjet. Həm də bax fikir ver, deyirsən qorxurdun uşaq vaxtı ondan. Niyə elə qorxurdun? Filmin gör insan şüuraltısına işləmə gücünə bax. Sən ilk dəfə o adamı görürsən pəncərədən. Bu adam orada təmizlik işi ilə məşğuldur. Baz dayanmadan danışır belə qorxulu şeyləri. Asta-asta, ağır-ağır danışır. Kamera kişiyə nayaz edir yavaş-yavaş. Kişi risk üçünə don 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 don. Musiqi təsir edir adama. Sonra ikinci dəfə sən bunu görürsən mağazində. Ağır-ağır sapoklarından göstərir, çəkmələri gəlir, əlini tam qırır, keçirmiş əlini qoyur vitrinə. Belə-belə baxır adama. İstər-istəməz rakursda altdan yuxarı. Yəni onun yüksəkliyini göstərir, bunun alçaqlığını. Göstərirsən vizual olaraq deyirsən ki, bu pis adamdır. Amma sonra hər şey necə dəyişir? O da niyə görə elədi? Göstərir ki, uşaqlara yəni qorxduğun şey bəlkə də heç qorxulacaq bir şey deyil. O qədər də qorxulacaq O bir şey qədər qorxulacaq bir şey deyil. O soba kimi. Bax şeydə var, yəni dediyinə birinci dəfə görürlər qoca kişinin pəncərədən. Orada mən deyəsən bir söhbət olur. Bazla o qohumu danışır, deyir ki, o düzdür ki, fransız qızlar qoltuğun altını qırxmırsın. Var idi, yer yox idi. Var idi. İkinci hissəsində Yəni indi başqa bir film haqqında danışaq. İkinci nə danışında? İkinci Orada quşbaz arvad var. John Williams'ı xüsusi qeyd eləmək lazım. Doğrudan. o da quşbaz idi. John Williams'ı xüsusi qeyd eləmək istəyirəm bu filmdə. Çünki musiqisi şedevr həqiqətən də. Yəni fikir versən orada kilsə musiqisi ilə şeyi necə sintez edib roku. Bax orada Hətta xor da iştirak edir. xor öz yerində kilsə musiqisi xordur da. Dedim yəni rahib edərdiniz. Yo, uşaqlar yadındadır. Uşaqların oxuduğu musiqi nə idi? Bambara bam bam. Yox, ona qədər kilsədə oxuyurdular. Da ra 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 ra. Nə idi o mahnının adı? Yadımdadır. O mahnı birdən-birə keçir o tələ qurmaq musiqisinə. Dam daba dabam. Rock. Dam dam dam. Ha. Fikir sintezator orada zınqırovların səsini qəşəng verir. Valtornalar yeni il milad spesifikasını qəşəng verir. Yəni bunların hamısını qəşəng sintez eləyib adət-ənənə və modern ikisini cəlayıb bir yerdə. Çox da qəşəng uğurlu alınıb. Yəni biz həmişə öyrəşmişik ki, John Williams belə simfonik musiqi, həmişə belə Çaykovski vari bir musiqi. Amma burada birdən-birə estrada. Çox da gözəl alınıb. Çox möhtəşəm. Mənim çox xoşuma gəlir. Eyni şey Tom Hanks'ın çəkildiyi Böyük filmində Howard Shore eləyib səhv eləmirəmsə. Glenn Miller'in məşhur o Ay Serenadası. Moonlight Serenade. Onu işləyib fərqli formada eləyib. Çox gözəl təntənəli alınıb. Misal üçün Glenn Miller'də biraz şeydir, ballada fasondur. Ağır gedir, değişmir, klarnet solo, cazın xrustal erası. Amma Howard Shore onu elə qəşəng işləyib ki, təntənəli, təmtəraqlı. Çünki filmin elə yerindədir ki, oğlanın artıq böyük bədənində uşaq olmasına baxmayaraq, addımı atıb uşaqlığını geridə qoyduğu yeridir o film. O yeri. Qızla rəqs eləyir və hisslərini, duyğularını açır qıza. O anda parlaq bir şey kimi bu musiqi səslənir orada. Çox gözəl aranjmandır, mənim çox xoşuma gəlir. Hətta sənə deyim ki, yeni il qoxusu dedin də, o atmosferi bu şeydə də hiss olunur. Seattle-da yatmayanlar filmində müəyyən var orada yeni il orada qeyd eləyirlər. Uşaq yatır qalır, qeyd eləmir. Orada səhv eləmirəmsə, orada gözəl bir musiqi səslənir. Nə idi o mahnı? Ya Somewhere Over the Rainbow idi. Ya da Stardust. By Blackbird. Səhv eləmirəmsə elə bir şey idi. Yox, o mahnı Tom Hanks'la Meg Ryan'ın bir-birlərinə ayrı-ayrı, yəni qitənin ayrı-ayrı uclarında baxdıqları səhnədə idi. O da çox gözəl musiqidir. O bilsənsə Tom Hanks öz evinin elə bir estakadasından baxır. Seattle-dan bu baxır, Baltimore'dan o biri.
Amma elə görsən ki, elə bil bir-birlərinin qabağındadılar. O da çox gözəl səhnə. Nora Ephron yaratmışdı o səhnəni. Amma belə götürəndə ümumiyyətlə yeni illə əlaqəli böyüklər üçün də qəşəng filmlər var. Yəni dediyim Tim Tobrasın filmləri də öyle. Yəni böyüklər üçün dediyim filmlər, yəni uşaqların baxmağa məcbur olmayan bir filmlər. Misal üçün Очень плохие мамочки, 1-də, 2-də orada temaları var. Отпуск по обмену. O Holiday gedir əslində adı orijinalda. İndi inşallah adlarını çəkdiyimiz filmlərin orada posterlərini falan yerləşdirəcək ki, sizə də tapmaq rahat olsun. Cameron Diaz'la Kate Winslet. Onun da Jack Black da oynuyor sonra. Jack Black, Jude Law, Eli Wallach, Donald Tabella. Kimlər. Filmin mövzusu qəşəngdir. Öz həyatlarından bezən iki dənə qadın həyatlarını dəyişirlər bayramlıqda, yəni də eləməyə. Bir bayramı qeyd eləməyə. Cameron Diaz Jude Law'ya vurulur, Kate Winslet'in qardaşına. Kate Winslet də iş yoldaşına vurulur, Cameron Diaz'ın, Jack Black'a. Çox maraqlı kinodur. Yəni baxsan belə yüngül dincəlməyə səndimiş. Sonra Dayna var idi. Yadıma sal. Kurt Russell'ın filmi. Christmas Chronicles. Mən onun birincisinə baxmışam, Mən də ikincisinə birincisinə də baxmamışam. Birincisi çox maraqlıdır. Çox maraqlı. Uşaqlarla baxılası. Və sənə deyim ki, neçə ildən sonra çəkilən maraqlı filmlərdəndir. Bəli. Və o atmosferi çox qəşəng. Birinci dəfə baxanda çox qəşəng təsir edir. İkinci, üçüncü dəfə artıq bizə necə o uşaq ki, səndə doyur, içəridəki uşaq. Biraz belə mülayim qarşılayırsan da belə. Qarşılamışsın. Orada əsas bir sənə xoşuma gəlir. Türmədə mahnı oxuyurlar. Super səhnədir o. Əladır, Kurt Russell orada açıqda falan, saçlar ağappaq, saqqal belə, çivort ayağında back vokal falan, Steve Van Zandt da orada gitarada, Steve Van Zandt, sopranoda, Silvio. Əla seçim idi. Mənim çox xoşuma gəldi. Özü gitarist əslində o da. Sonra Dayna var idi. Ben Affleck'ın filmi. Ben Affleck və yenə sopranolardan Tony Soprano'nun çəkildiyi, James Gandolfini'nin başrolda çəkildiyi Пережить Рождество. Bir də O'Hara oynayır da. Catherine O'Hara. Catherine idi. Kevin anası. Kevin'in maması. Ömürlük Kevin'in maması. Sonan uşaqlar. Sonan yetimləri. Yəni o da çox gözəl film. Mən orada kastı bəyəndim. Niyə? O da deyəsən tam da uşaqlar üçün olmayan film. Məsləhət deyir ki, baxsınlar. Yəni ailə ilə baxılasıdır. Yəni uşaqları saxlamaq olur ki, belə şeydən gəlib aradan tapıb baxa bilərlər. Amma ailə ilə baxılasıdır. Mən nəyi bəyəndim? James Gandolfini, Ben Affleck. Üzdən necə oxşayırlar bir-birlərinə. Düzdür, indi James Gandolfini rəhmətliyin üzü iri idi. Ben Affleck də düppələmdir. Amma üz quruluşları necə oxşayır? Elə bir ata oğuldular. İki dənə də filmi xüsusi qeyd eləmək istəyirəm. Bunlardan biri, çünki bilirəm ki, rəylərdə mütləq yazacaqlar. Biri Grinch-dir. Grinch. Düzdür, mən o filmə o qədər də belə aşiqi deyiləm. Mən də. Amma sevənlər çoxdur. Jim Carrey'in üstündə deyər kino. Və ikinci də ki, Elf. Elf filmi. Aksiyon adı sadəcə yadımdan çıxır. Will Ferrell. William Ferrell. O Kaldunya'da oynayan. Mən o aktyoru o qədər bəyənmirəm. Yumor hissini o qədər də bəyənmirəm. Yəni çox biraz qəribə yumor hissi var. Şiirdir və gülməlidir görsən bir də. Yəni belə qəribə bir üz quruluşla eləyir zarafatları. Mən heç xoşuma gəlmir onun zarafatları. Amma film özü yaxşı mənada yüngül filmdir. Hətta oynayır orada. Sunny, səhv eləmirəmsə. James Caan, Zoe Deschanel. Çox qəşəng atmosferi var o filmində. 2003-cü ilin istehsalı, səhv eləmirəmsə. Özdə o filmi çəkiblər eynən Üzüklərin Hökmdarı üslubunda. Necə? Sən orada elflər səhnəsində elə bilirsən ki, ətrafındakı adamları balacalaşdırıb ya da bunu böyüdüblər, ya da xromaki ilə eliblər. Necə olub? Adi bir optik oyunla, linza. Yəni necə? Misal üçün də sən oturmuşsan orada, səndən balaca görsənmək üçün kimsə səndən biraz dalda oturur o yanda. Amma göz kontaktı yaranmaq üçün misal üçün onun üçün işarə qoyurlar ki, sən bax bu nöqtəyə bax, sən də elə bir nöqtəyə bax ki, göz-gözə gəlmişsiniz. Elə çəkilər. Üzüklərin hökmdarını da elə çəkilər. Misal üçün Gandalflə Bilbo olan səhnələrdə başlanğıcda elə.
gedir çay tökür eləyir. Nə uzunluğunda stol düzəldiblər. Bax, elə bir rakursdan çəkiblər ki, stol bax bu boyda görsənsin. Normal bir stol ölçüsündə. Hobbit də ətrafında elə dolanır ki, yəni balaca bir stolmuş kimi, özü də balaca adammış kimi. Əslində ikisi də eyni boydadılar. İkisi də. Oturublar, o birisi çayını içir, belə baxır, danışır, elə bil Bilbo-yla. Bilbo da oradan bu yana baxır, danışır, elə bil buna danışır. Kadr da elə alınıb ki, göz-gözə baxırlar, elə bil danışırlar. Yəni onları qrafika ilə filan balacalaşdırmayıblar. Və bu çox maraqlı bir texnikadır. Bu yeni ilə aid biraz fərqli üslubda bir filmlə mən deyim. De. 2 hissə məğlub edilməz. Die Hard. Krep Gəriyeşik. Möhkəm qoz. Elə də bilirdim elə deyirsən. Bizim dildə elə olmasın deyə məğlub edilməz eləyiblər. Bəli. Amma şey də məğlub edilməz də, sən niyə deyirsən? O məğlub edilməzlərdi. Lərdə. Ya da qarşı salınmazlar. Expendables. O ayrı şeydir. Die Hard'da birinci 2 hissə sırf yeni il üstündə qurulub. Mən ikinci hissəni o qədər bəyənmirəm, sözünü açıq. Birinci hissə superdir. Birinci hissədə bax, özünə sual verə bilərsən ki, bu adam orada o çaxnaşma ki başlayır, terroristlər gəlir, binanı tuturlar, Nakatomi Plaza, hamını əsir götürürlər elə. Arvadı orada işləməsəydi, arvadı orada olmasaydı, bu belə canfəşanlıqla xilas eləyərdi hamını. Yəqin ki, yox. Çox gözəl yazılmış ssenaridə o baxımdan. Yəni bilsən necə bu personaj B kateqoriyasındakı o şeylər kimi deyir də, indi bu dəfə girəcəm içəri, tappa-tarap hamını biçəcəm. Elə də bu personaj qorxur özü. Tek tapança ilə də, ayaqqabısı belə yoxdur ayağında, ora qaçır, dəli kimi bilmir hara getsin. Ağappaq mayka ilə başlayır. Qapqara Mayka ilə. cırıq-cırıq olur maykası axırda. Məsələ onda deyir, yəni məsələ nədir? Bu adam, yəni hər birimiz kimi bir qorxuları olan, yəni nə bilim, tərəddüd eləyən, neydənsə əmin olmayan birisidir. Biz bunu görürük, neçə dəfə sübutunu görürük. Orada Hans Gruber'la görüşəndə eləyəndə, rəhmətli Alan Rickman'la görüşəndə eləyəndə bu əvvəlcə onu tanımır. Sonra yoxlamaq üçün verir ona boş tapancanı. Boş tapancanı verir, bu da ona nişan alanda vurur, görür güllə yoxdur. Yəni, nə bilmişdin, nə bildin sənə dolu tapanca verəcəm. Yəni, orada nüanslar çoxdur. Ona görə o film sevilir. 2 də sevilir. Mən 3-ü də hədsiz çox sevirəm. John McTiernan'ın rejissorluğu ilə, sizin səsləndirmədə, mənim tərcüməmdə. Yəni, film 3-ü də, 4-cünü də qataram ora, 5-i çıxmaq şərti ilə. 4-ü də çox gözəl filmlər. Bruce Willis'in şah əsərlərindəndir. Bruce Willis eləyən filmlərdən biridir. Hətta bir dənə şey deyim, 3-cü seriya Smertelna Orujya'da işlənməmiş bir süjeti götürüb qoyublar ora. İstəyirdilər Smertelna Orujya eləsinlər ona, Lethal Weapon'a. Gördülər ki, alınmır, əldə qalıb da gül kimi süjet, gül kimi aktiv. Atdılar onu ora. 3-cü seriya Die Hard'a. Göşən də oturdu. Gəldi bir dəfə Samuel L. Jackson dedi ki, çəkilişlərdə deyir, bilirsən, insan həyatında bir an olur ki, bir film insan həyatını dəyişir. O anı gəlirik qaçırtmayasan. Deyib, mənim həyatımı dəyişən də deyib, Die Hard oldu. Die Hard'dan sonra deyib, getdi məndə nə qədər kino çıxdı. 90-cı ildə çəkilmiş filmdir, səhv eləmirəmsə. Ondan 4 il sonra da Pulp Fiction. Yəni, təsəvvür bu adam elə arada şeyə də çəkilib. Yura dövrünün parkı filan. Amma dünyaca məşhur elədi onu Die Hard 3, Alan Rickman'a da Die Hard 1. Alan Rickman teatr aktyoru idi. Onu gəldilər, gördülər ki, İngilis aksenti, o biraz böyle Lord Fason özünü aparmağı, giyim, keçim, hər şey yerində. Dedilər, bax, bu ideal yaraşır. O dövrdə yəqin ki, fikir vermirsən də, Amerikada elə bir tendensiya idi. Hər bir action filmdə var idi. Avropalı bir düşmən. Mütləq bir, ya Alman olmalı idi, ya nə bilim, hardansa bir yerdən olmalı, amma özümüzki olmasın da, bir də özümüzki olmasın. Bu da eğlənçən, Hans Gruber. 3-də də Simon roluna bizim ikimizin də sevimlimiz Jeremy Irons seçdilər. Filmlərdən danışdıq, sən bir cizgi filmi də yada salaq. Soyuq ürəklər ya soyuq ürək, belə tərcümə olunur. Belə deyil, donmuş. Donmuş, buzlanmış. Donmuş daha yaxşıdır. Anna və Elza. Bacıları. Elə bir müğənniləri çağırsan, Anna və Elza bacıları.
Onu da yenə də bu cizgi filmin də mahnıları çox yadda qalan oldu. Birincinin. Hələ onu gətirirdim. İkinci o qədər sevilmədi. Hətta mən ikinciyə kinoteatrda da baxdım. Bəzən olur ikinci seriya çox möhtəşəm olur. Bəzən olur ikinci seriya yəni çəkilir çox peşman olurlar. İki heç lazım deyirdi. Qətiyyən lazım deyirdi. Yəni lazım idisə də belə temada lazım deyirdi. Yəni mənasız, məntiqsiz, boş-boşuna bir süjet idi. Və bir şey deyim, bu cizgi filmlə bağlı və mahnılarla bağlı. Rus dilində bir ayrı gözəlliyi var mahnıların. Dima Bilan oxuyub səhv eləmirəmsə. Dima Bilan Hans rolunda. İngiliscədə ayrı bir ləzzəti var. Ya orijinaldır da var. İngiliscə səhv eləmirəmsə Mandy Moore oxuyurdu onu, ya kim oxuyurdu? Dəqiq yadımdadır, onu araşdırmaq lazımdır. İngiliscə də çox gözəldir mahnıları. Hətta biz sənə orkestrda da ifa eləmişdik oradan papuriləri. Hələ orkestrla Taliyin ironiyasında ifa eləmişdik. Yeni illə əlaqəli ən gözəl animasiyalardan. Klaus, mütləq baxın, mütləq ailəvi şəkildə baxın. Santa Claus haqqında ən gözəl cizgi filmidir. Bizim dövrün ən belə deyək, qəribə qrafikalı cizgi filmi Polar Express, Şimal Ekspresi, bütün rolları orada Tom Hanks canlandırıb. Motion capture-la mock-up giyindiriblər ona. Uşağı da o danışıb, Santa Claus'u da o danışıb, instruktoru da o danışıb, hamını o danışıb. Bu da deyirsən Spielberg'ındır. Yox, o Zemeckis-indir. Zemeckis o cizgi filmi ilə elə bil Beowulf üçün eləyir də testlər. Mən bilən üçün prodüserlikdə gedirdi deyəsən. Prodüser kimi bildiyin bütün pop filmlərdə Spielberg'dir əli var da yəni orada da. Yəni bilsən necə çəkilişdə iştirak eləməz, ssenariyə qarışmaz, amma nəsə bir köməkliyi olar. Mütləq. Maska Zorro'da, gələcəyə doğru da, geri gələcəyə doğru, yəni nə bilim, Ulduz Savaşları filan, yəni onun dostdaşnası da Zemeckis'dir, George Lucas'dır. Bir yəni qəşəng fransız animasiyası deyəcəm. Bax, Klaus səhv eləmirəmsə İspan animasiyasıdır, baxmayaraq ki, Amerikanlar səsləndiriblər. Bayaq dediyim Polar Express, bir də böyük əsəbi tülkü. Большой zloy lis. Fransız animasiyası 3 novelladan ibarətdir. Mütləq şəkildə baxın. Filmlərə gəldikdə 1-2 dənə film əlavəm olacaq. Onlar mənim ən sevdiklərimdəndir. Kimsə istəyirsə siyahısına qata bilər. Letterboxdda tapa bilməzsiniz. Deməli, biri Sirata Kazanskaya. O dövrün Rus metr aktyorları çəkilib orada. Valentin Gaft, Lev Durov, Oleg Tabakov, sonra cavan vaxtı Nikolay Fomenko. Çox gözəl filmdir. Qız yetimdir, atasını axtarır, məktub yazıb qoyub ki, belə təsəvvürlü birisi ilə anam illər əvvəl görüşüb. Adı da filan kəs, gəlsin görüşə. Qızı axtarır onu. 3 dənə kişi gəlir görüşə. Dilə bir saat onuq. Qəşəng kinodur. Bir gecənin içində gedir söhbət. Bir də Приходи на меня посмотреть. Oleg Yankovskiy, Irina Kupchenko. Çox gözəl filmdir. Bir dənə balaca evin içində 2 gün keçir orada. Yeni il qabağı, bir də yeni il özü. Çox gözəl filmdir. Yəni məsləhət görəm, mən o filmə baxanda tamamilə ayrı bir atmosferə düşürəm. Çox belə ruslar demiş uyutlu, indi dilə modlu, cozy. Çox rahat bir atmosferi var. Yankovskiy oynayandır. Oleg Yankovskiy. Çox gözəl bir filmdir. Qəşəng romansı da var orada. Приходи на меня посмотреть. Çox gözəldir. Vəbşə Rusların romansları çox gözəldir. Deyirəm, Arif, bugünlük bu xüsusi buraxılışımızı məncə yekunlaşdıraq və inşallah 2026-cı ildə yeni, necə deyərlər, maraqlı filmlər baxmağı arzulayıram sənə. Sağ ol, mən də sənə. Əsas can sağlığıdır, mütləqdir can sağlığı və əsas da bu bizim podkastımızı ərsəyə gətirən qardaşımız Cavidana da buradan xüsusi təbriklərimizi çatdırırıq bayramla bağlı. Bayramın mübarək. Bayramın mübarək və əsas da ki, bizim tamaşaçılarımız ki, bizi bu bir il ərzində izləyiblər, hardasa artıq az qalıb 10 minə çatmağa, bəlkə də bu artıq yayımanda 10 mində keçmiş olar, bilmək olmaz. Sizə də əziz tamaşaçılar, əsas can sağlığı 2026-cı il hamımız üçün uğurlu gəlsin və həmişə maraqlı, zövqlü filmlərə baxaq və maraqlı bir film
izlədinizsə, xoşunuza gəldisə, bizə istədiyiniz vaxt rəy bölməsinə yaza bilərsiniz. Biz necə məsləhət görürüz, tövsiyə görürsə, siz də bizə tövsiyə görə bilərsiniz. Biz də istəyək, öz fikrimizi bildirək. Bəli. Bir daha hamınızı ürəkdən təbrik edirəm. İnşallah 2026-cı ildə görüşmək ümidi ilə. Sağ olun. Bayramınız mübarək. Bayramınız mübarək.